təbii ki, biz deyirik ki, bizdə işsizlik aşağı səviyyədədir. Çalışırıq nələrsə eləyək. Regionlarda, rayonlarda iş yerlərinin açılması istiqamətində dövlətin xüsusi bir proqramı olmalıdır. Biz bu iş yerləri, mən dünənləri qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi xətti ilə Sumqayıt Kimya Sənaye Parkına getmişdik. Mən o məsələni görmək istəyirdim. Yaxşı oldu ki, dünən getdik, gördük. O bir türk oranı rəhbərliyi edir. Tanıyıram. İdarə edir. Qoçaq bir adamdır. Çox qoçaq bir insandır. Mən ona bir söz dedim. Dedim ki, nə qədər məhsul satırsınız, nəsə rəqəmlər dedi mənə. Sizin xəbəriniz varmı ki, sizin müəssisənin satdığı məhsul, əldə elədiyi valyuta Azərbaycanın qeyri-neft sektorundan ixrac olunan məhsulun təxminən 8%-dir. Və mən sizə deyirəm ki, mən Azərbaycanlı olaraq, bu ölkənin quruculuğunda zamanla iştirak eləmiş bir adam olaraq, vətəndaş olaraq deyirəm, bu qəbil, demirəm, eynən bu məsələdən, bu qəbil onlarla müəssisələr qurmalıyıq yerlərdə. Bunun üçün işçi qüvvəmiz də var, bunun üçün maddi resurslarımız da var, bunun üçün təbii resurslarımız da var. Yəni neftimiz var, qazımız var. Bu Bakıya baxının qarşısını almaq lazımdır. Abşeron yarımadasına baxının qarşısını almaq lazımdır ki, o yerdə həyat olsun ki, bax o uşaq da dünyaya gələndə onun o maddi problemləri ailəni düşündürməsin ki, mən bunu necə saxlayacağam və dünyaya rahatlıqla uşağı gətirə bilsin. Bax, demoqrafik artımı biz onu da təmin edə biləcəyik.